Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Hüquqşünasları Konfederasiyası, Müstəqil Qulf Studiyası və Xəzər Televiziyası təqdim edir. Nadir Qafarzadə qadın həbsxanasına niyə dik çöktü? Fərdə Xudaverdiyevə və Telli Borçalıya kim eşq ilan elədi? Yusif Mustafayev niyə ağladı? Göz yaşları içində gülüş, ağlayanlar və ağladanlar, öz havasını oxuyanlar və oynayanlar və Bayram Tonqalının isitmədiyi soyuqluq. Novruz bayramında həbsxanaların qapıları üzünüzə açıq olacaq. Rezonans proqramında. Salamlayıram hər birinizi. Necəsiz? Hər zaman xoş əhval-ruhiyyə arz eləyirəm sizlərə. Qadın həbsxanasının nümayəndəsi Nəsibə xanım Abdullayevə bir gözəl alqışlar gəlsin. Və azad həyatdan gələn Fərda Xudaverdiyev. Minnətdarım. Hamınızı Rezonans proqramı adından salamlayırıq. Çox maraqlı olacaq. Arxayın ola bilərsiniz. Bahar bayramı münasibəti ilə də hər birinizi, analarımızı, bacılarımızı, bütün xanımları ürəkdən təbrik edirəm. Sizlərə məhkum ana-bacılarım adından dərin təşəkkürümü bildirirəm. Və sizin bütün heyətinizin, o cümlədən bütün Azərbaycan xalqının Bahar bayramını təbrik edirəm. Xoş gəlmişsiniz. Təşəkkürlər Nəsibə xanım. Biz gəlmişik ki, zindanda yatanların unudulmadığını hər kəsin diqqətinə çatdıraq. İnşallah qapınız açıq olsun. Ana-bacılarım, indi də hamımızın sevimlisi olan Nadir Qafarzadəni. Əjdaha edirəm. Bizim səhnəmizin... Həqiqətən bizim show biznesin əjdahasıdır, əjdahası. İndi əjdaha yox, ilimiz ilan edildi. Amma həqiqətdə bugün qarşımızda Nadir əjdahadır. Buyur. Təşəkkür edirəm. Mən də Maral, 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 eşkine düştüm maral. Maral, 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 eşkine düştüm maral. Hava! Seni seven bahçanızdan ararken, bir güzel seni seven bahçanızdan ararken, uzandıkça boyun senin güzel olur üzün seni, büyük olasan gelir benim olasan maral. Uzandıkça boyun senin güzel olur üzün seni, büyük olasan gelir benim olasan maral. İşkine düştüm maral, 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 maral. İşkine düştüm maral. Bizim bahçaya bir gel, bahçadan arın olam, dağlarda karın olam, senin yarın ben olam. Bizim bahçaya bir gel.
düştün maral Bizim Bakşaya bir gel Bakşadan arın olam Dağlarda karın olam Benim olasan maral Bizim Bakşaya bir gel Bakşadan arın olam Dağlarda karın olam Benim olasan maral 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 Getmə. Bir xanım var. Hə. Onun sənə sevgi etirafı var. Ay qızlar, belə bir gözəl oğlan görürsüz. Aha, cavanlıq vaxtım deyib aldanmayın. Buna deyirlər əjdaha. Aha. Məgər bu əjdahaya oxşuyurmu? Mən bir Düz gün, deyir. Oxşamır. bəli, mən gəldim ki, ay əjdaha, Ay can. axı mən sizi çox sevirəm. Mən də səni. Yox, yox, Mən də sən. bilirsiniz o mənə nə dedi? Hə. Mən əjdahayam, amma mənə xallı pələng lazım deyil. Tutku takoy, davay до свидания. Xoş gördük sizləri. Həbsxananın nümayəndəsi ağalar Ağayev. Azad həyatın nümayəndəsi, sevimli sənətkarımız, özü gözəl, sözü gözəl Terli xanım Borçalı. Teşekkür ederim. Bura gəldiyinizə görə bütün məhkumlar adından sizə öz təşəkkürümüzü bildirir, sizi və bütün xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirik. Yaddan çıxartmayın ki, bugünün məhkumu sabahın azad insanıdır. İnanırıq ki, biz məhkumlar öz cəza müddətimizi başa vurub azad həyata layiqli vətəndaş kimi qayıdacaq. Qapınız açıq olsun. Biz bayram konsertimizə başlayırıq. Biz də Terli xanım, sizi almışlamağa başlayırıq. Sevgimin astarı üzündən bahan, çox başlar əydirir nökərə, şaha. Cığat elə, bil də sevmərəm daha. Ağalar mənim, çünki sevəndə deyirlər, dəlidir bu göz, dəlidir bu göz. Təşəkkür edirəm, bir daha bayramımız mübarək olsun. İndi səhnəyə bir gözəl müğənnimizi dəvət eləyəcəm. O, Respublikanın əməkdar artisti, hamımızın sevimlisi kim gəlir? Eyüp Yakubov, sizin alkışlarınızla. Buyurun. Çok sağ olun. Bayramınız mübarek olsun. İnşallah kapımız açık olsun. Ne ola bir anlık geçmişe dönsem, bəxtimi oyada bilsem, ağrısız acısız yaşayabilsem, yamanca yorulmuşam ben. Ne ola bir anlık geçmişe dönsem, bəxtimi oyada bilsem, ağrısız acısız yaşayabilsem, yamanca yorulmuşam ben. Kim bilir kalbimin ağrısını, kim bilir hasretin yanğısını, kim bilir yamanca yorulmuşam ben. Kim bilir kalbimin ağrısını, kim bilir hasretin yanğısını, kim bilir yamanca yorulmuşam ben. Gözlerim yolda, kulağım seste, kalmayı bu daha heveste. Yüreğim döyülür kızıl qəfəsdə, yamanca yorulmuşam ben. Gözlerim yolda, kulağım seste, kalmayı bu daha heveste. Yüreğim döyülür kızıl qəfəsdə, yamanca yorulmuşam ben.
olmuşam mən. Bircə gün bəxtəvər yaşaya bilsəm, üzümdə gülərdi hərdən. Belə yaşamaqdan yaxşıdır ölsəm, yamanca yorulmuşam mən. Kim bilir, qəlbimin ağrısını kim bilir, həsrətin yanğısını kim bilir, yamanca yorulmuşam mən. Kim bilir, qəlbimin ağrısını kim bilir, həsrətin yanğısını kim bilir, yamanca yorulmuşam mən. Gözlərim yolda, qulağım səsdə, qalmayım daha həvəsdə. Ürəyim döyünür qızıl qəfəsdə, yamanca yorulmuşam mən. Gözlərim yolda, qulağım səsdə, qalmayım daha həvəsdə. Ürəyim döyünür qızıl qəfəsdə, yamanca yorulmuşam mən. Kim bilir, qəlbimin ağrısını kim bilir, həsrətin yanğısını kim bilir, yamanca yorulmuşam mən. Kim bilir, qəlbimin ağrısını kim bilir, həsrətin yanğısını kim bilir, yamanca yorulmuşam mən. Gözlərim yolda, qulağım səsdə, qalmayım daha həvəsdə. Ürəyim döyünür qızıl qəfəsdə, yamanca yorulmuşam mən. Gözlərim yolda, qulağım səsdə, qalmayım daha həvəsdə. Ürəyim döyünür qızıl qəfəsdə, yamanca yorulmuşam mən. Yamanca yorulmuşam mən. Yamanca yorulmuşam mən. Yamanca yorulmuşam. Hoş gördük sizi. Benim əzizlərim. İlk önce Novruz bayramı münasibətilə hər biriniz ürəkdən, qəlbdən, səmimi qəlbdən, candan təbrik edirəm. Geceler laylanı çalmışsan ana, Qoy indi laylanı mən çal səni. Oxşayıb qadamı almışsan ana, Qoy indi qadanı mən alım səni. Geceler laylanı çalmışsan ana, Qoy indi laylanı mən çalım səni. Oxşayıb qadamı alsana, Qoy indi qadanı mən alım səni.
Ocağa çevrilsem min yol alışsam senin tek mən yana bilmərəm ana. Elə borc vermirsən 100 il çalışsam borcunu qaytara bilmərəm ana. Ocağa çevrilsem min yol alışsam senin tek mən yana bilmərəm ana. Elə borc vermirsən 100 il çalışsam borcumu qaytara bilmərəm ana. Nefesin sisi akayırdı bizi yola salan gözlerin ağlar. Evladı neresi bir yuva kurdu arkamca sürünen izler ağlar. Evladı neresi bir yuva kurdu arkamca sürünen izler ağlar. Bağışla sen beni bağışla Kaytarar bilmedim hakkı sayılır ana. Ömrümü günümü yitirirem ben senin gül payını çiçek payını. İndi mezarına getirirem ben. Kaytarar bilmedim hakkı sayılır. Ömrümü günümü yitirirem ben senin gül payını çiçek payını. İndi mezarına getirirem ben. Bağışla ana, bağışla ana, bağışla sen beni, bağışla ana. Bağışla ana, bağışla ana, bağışla beni, bağışla ana. Bağışla ana, bağışla ana, bağışla sen beni, bağışla ana. Bağışla ana, bağışla ana, bağışla sen beni, bağışla. Nadir Qafarzadə qadın həbsxanasına niyə dik çöktü? Fərdə Xudaverdiyevə və Telli Borçalıya kim eşq elan elədi? Yusif Mustafayev niyə ağladı? Göz yaşları içində gülüş, ağlayanlar və ağladanlar, öz havasını oxuyanlar və oynayanlar və Bayram Tonqalının isitmədiyi soyuqluq. Novruz bayramında həbsxanaların qapıları üzünüzə açıq olacaq. Rezonans proqramında. Yolları gah nurlu, gah da dumandır. Gah bəla gətirən, gah çən olandır. Kiminə dalğalı bir okeandır, kiminə damcıdır, gilədir həyat. Telli xanım, yolu dumana çənə düşmüş məhkumlarımızdan birində. Deyirəm ki, analar mənim, görürəm çox havalanıbsan. Deyirəm sevgini sevgidən seçə bilərəm. Sevgi şərbətini içə bilərəm. Allah haqqı, mən sənin könlümdən keçə bilərəm. Amma sənin olmağımı yadından çıxar. Eşq olsun sizlərə.
sənin bir nəşəsi Ay, hər günün bir etibar, hər qol sənin bir nəşəsi Bugün biri-birindən rəngarəng, gözəl insanlar öz musiqiləri ilə bizləri feyziyab eləyəcək. Gözəl səsi ilə seçilən, qəlblərimizi riqqətə gətirən, ürəklərimizi dindirən anaların sevimlisi və mənim dayım, əmim, həqiqətən böyük qardaşım. O insanın qəlbinin gözəlliyi simasında əks olunur. Sifətdən göyçək olmayan insanların bir təsəllisi var. Bu təsəllidir. Əsas insanın daxili aləmidir. Burada yoxdur deyənə içəri ilə bağlayır. Amma həqiqətən də Yusif müəllimdə bütün o qəlbinin gözəlliyi simasında əks olunub. Alqışlarınızla analarımızın, bacılarımızın, bütün Azərbaycanımızın sevimlisi Yusif Mustafayev. Salam aleyküm Yusuf müəllim. Uy, sənsən? Bəli. Ay qızlar, bunu görürsünüz. Bu Yusif Mustafayevdir. Mən bunu o qədər çox sevirdim ki, həddindən artıq. Baxmayaraq ki, saçı ağarır, bığları ağarır. Mən bığlı kişini çox sevirəm axı. Sağ ol. Bir gün yaxınlaşdım, dedim, ay Yusuf müəllim, mən öz sevgimi sizə bildirmək istəyirəm, mən sizi sevirəm. Mənə nə desə yaxşıdır, hı? Dedim, mən də səni sevirəm də. Yox, demədiniz. Mənə dediniz ki, mənim 7 uşağım var. Ты кто такой? Давай, до свидания. Yaz gelmeye telesti
həkimi durub şəşirdə Bəzən sübh həkimi durub şəşirdə Mənim qayğıma qalanım alan Gah öz quzağımda Gah öz quzağımda belə, gah da beşikdə Mənə şirin lay lay salanım ala qurbanam sana Sözünün möhtacı kimi Gözüm gözlərini axtarır ana Səndən uzaqlarda bir yetim kimi isti nəfəsini gəzirəm ana Sən pirim, sən qibləm, sən Kəbə edim Gizlim mətləblərim qəlbimdə sirrim Sən incə çiçəyim, sən bahar gülüm Şahnamə əsərim, gözümsən ana Balda verə bilməz balanın dadını Balda verə bilməz balanın dadını Sənə qurban olayım, ağlama Balda verə bilməz balanın dadını Sən dünyandan doydun Balamdan doymadın Oduma alışdın belə közümə yandın Mənə məndən artıq yananım alayım Sən qoca dünyamda yorğun anamsan Bəşər tarixində həmişə varsan Əlinlə canımı köksümdən alsan Gözümdə son damla yaşınsan ana Sən məni yaşadan anamsan ana Başıyam ağlayanda belə canım vay dedim Ana qurban olur başım ağlayanda canım vay dedim Dərdim bəlam mənə gəlsin qoy dedim Öz zadı mənə qurban Öz zadı mənə qurban eyledin Gündə 100 yol oldu qurban Qatıb ömrünün kəsi sata bilmirəm Qatıb ömrünün kəsi sata bilmirəm Al məni qoyuna bir də layla dey Ana mənə layla dey qurban olun Bir də mənə layla dey, bir də mənə layla dey Öz yanaylasına yasa bilmirəm Öz yanaylasına yasa bilmirəm ana Özün al məni qoyuna bir də mənə layla denmə olar Bir də mənə layla de, bir də mənə layla de Mən yata bilmirəm özgə laylaya Nə olar ana Mənə qəmli layladır Gecələr yatıram qəm yatağımda Dərdim var sinəmdə qəm otağımda Açılmır sabah da qara zindanda Nə olar ana Mənə qəmli layladır Nə olar ana Mənə dəstli layladır Bir layla de yox mərşə qalansın Bir layla de Bir layla de yatmış bəxtim oyansın Bir layla
sürünən duman olmuşam. Qohum əqrabadan uzaq olmuşam ana. Yazıqlardan yazıq olmuşam, nə olar ana? Nə olar ana, mənə qəmli layla de. Mən balanam. Nə olar ana, mənə qəmli layla de. Nəsibəyəm başdan mən. Zülüm çəkdim başdan mən. Nə gələn var, nə gedən yaranmışam daşdan. Nə olar ana? Nə olar ana? Mənə qəmli layla de. Sen bana süt verdin. Sen bana süt verdin, sütüne kurban. Daim öğüt verdin, bana verdine kurban. Daim öğüt verdin, verdine kurban. Sen bana süt verdin, sütüne kurban. Daim öğüt verdin. Öydüne kurban, öydüne kurban. Sen bana en az derdime derman. Ben sensiz ömrümü, ben sessiz ömrümü. Üzülem benim əzizlərim, benim belə analarım, bacılarım, balalarım. Yeri gelir, ben burada hem analarsın hem de bacılar da burada demeliyim. Geceler yatmayıp fikirləşəndə, sinəni hicranın oxu deşəndə, işin bəd gətirib darə düşəndə, bacın ölsün qardaş, deyəndi bacın. O bir qonaqdı ata evində, köçüb gedəsidir günün birində, incə ürəyinin dərin yerində qardaşa, əziz yeri salandı bacın. Öz qızlıq ömrünü başa vuraraq bu evdən o evə aparar sonra atadan, anadan, inanın hamıdan qabaq qardaşın qeydinə qalandı bacım. O sənə yaxındı əmi dayıdan, qohumdan, qardaşdan, elə hamıdan, ata dövlətindən, qardaş payından verir verməsəndə doyandı bacı və mən sizin hamız özümə bacı bilirəm, ana bilirəm, bala bilirəm, bir dənə bacılar mahnısına istərəm, sizin bayramınızı təbrik edirəm. Bacılar ay, bacılar sizə qurban, bacılar, bacılar ay, bacılar şirin şəkər, bacılar, bacılar ay, bacılar sizə qurban, bacılar, bacılar ay, bacılar gözəl göyçay ay, bacılar. Şirin şəkər, həmişə əziz, gözəl bacılar. Bu veriliş dünyada analog olmayan bir veriliştir. Rezonans studiyası hakkında sizin təəssüratınızı bilmək istərdik. Çok sağ olun. Evvela onu demek istəyirəm ki, çok güzel, çok savab işti. Allah sizden razı olsun.
bu layihəni quranlardan Allah razı olsun və həqiqətən də çox sevindim. Bu layihənin qurulmasına çox sevindim və dustaqlar ümumiyyətlə həyatın elə anlarını yaşayırlar ki, burada məhkum olan insanlar, vicdanı olan, imanı olan insan daha da möhkəmlənir, daha da həyata mübarizəsi güclənir, həyatın qədrini daha gözəl bilir və daha da kamilliyə doğru sürətlə gedir. Dustaqlar özləri öz həyatları haqqında söhbət edirlər, çəkilişi özləri eləyir. Çünki bu çox gözəldir. Onlar öz həyatlarını özləri gözəl bilirlər. Yəni heç kəs kənardan onların içini, daxilini, həyatını onların bildiyi kimi bilməz. Müqəddəs Novruz bayramımızı da təbrik edirəm. Bütün dustaqları, millətimi, bütün Azərbaycanlıları ürəkdən təbrik edirəm. Can sağlığı, uğurlar. Sonra bir söz demək istəyirəm ki, belə bir gözəl söz var, atalar sözü ki, səbr ilə çıxar kişi zindandan. Səbirli olmağı, ruh yüksəkliyi arzulayıram. Qapıları açıq olsun bütün dustaqlarım. 700 dollar pulum var. Yəni, ömründə arzulamadığım bir pul evdədir. Yıxmışam. Biraz da pul olan kimi yeriş itir axı. Bilmirəm ağayrım, mən neyniyim? Ölçürəm, bitirəm, gölkədən çıxamıram, 700 dollarla bir şey eləmək olmur. İçəridə neyniyə bilərəm, onu fikirləşirəm. Bura uşaqlar dedilər, gedək istirahətə, hara, Antalya çox uzaqdır, pulumu çatmaz. Belə elə, dedim, gəl bir maşın alım. Dedilər, 700 dollara maşın var. Dedim, o şimdi nəysə, üstündən keçdi, bir gün oturmuşduq, gördük, alaqaranlıqdır, evakuatör. Bu maşınları da aparırlar yolun qırağında. Evakuatörün üstündə bir leş gətirirlər. Qırmızı rəngdə. Gətdilər elə bizim elə oturduğumuz çayxananın böyründə, yəni maşına olan birinci hörməti orada gördüm ki, maşını itələyib saldılar şeyin üstündə. Yəni əslində onu trosla, zatla olmalıydı, səliqəli itələdilər, atdılar yerə. Elə bil ki, şeytan qurtdalayır məni ki, bunun qiymətini soruş. Heç nədir yəni. Bir şey ki, satan adamdan soruşdum ki, maşın neçədir qardaş? Dedi, ayıbdır ya, ayıbdır, sən hara bu maşın hara? Yox, bunun öz kliyenti var. Sən Allah ora bura, o şey 1300 dollara maşını razılaşdıq. 700 dollar gətdim, verdim, dedim 600-də verəcəm. 20 gündür yeyib işmək gedir, andasın Allah. O gəlir, bu gedir, rayonlar zəng, onlar yığışır gəlir. Hələ maşını xodlaya bilmiriblər. Evə gətirəmirəm ki, maşın almışam, nə? Şadlığa sürəsən, deyirəm, hələ bir qoy həyatda sürüm, sonra qaldı şadlıq. Hələ minməmişəm maşını, yəni. Axırda 20 hər gündə zəng vururam, qardaş, nə oldu bu mənim maşınım? Axırda dedilər ki, gəl, canazanı xodladıq, gəl. Gəldim, tini dönəndə gördüm, səsindən tanıdım. 20 gündə mən buna yeyib-içmə verirəm, doğmalaşım. Səsindən tanıdım ki, bizim maşındır. Gəldim ora broşum, danışdıq, aynə yoxdur. Bu nə səsdir, qardaş? Niyə bu belə şaqqa-şaq? Dedi, düzələcək, çoxdandır xodlanmır deyənə. Çox şeyin dəyişmişik. O şey oldu, gedirik sənətləşməyə. Sənətləşməyə çata-çatda söndü. Maşın alımısan, maşın söndü. Qardaş soyuqqanlı düşdü, kapotu açdı. Ki, narahat olmayı burada heç nə yoxdur. Əlin atdı, oradan bir rezin çıxartdı, kapotun altından. Adını deyim, xanım olduğuza görə ola bilər ki, yad gələr sizə. Onun adı Babindir, Babin. Babin bütün maşına tok paylayır. Yəni, qardaş çıxartdı o Babini, dedi ki, bunun adı Babindir, yadında saxla. Qoydu dişinin altına, sıxdı belə. Taxtura dedi, xodda, tık vurdu, xoddandı. O rezini mənə 7 ay çeynətdi o adam. 7 ay. Zavod babini də elə bil, hamısı ki, nə qədər çeynəyərlər bir rezini, qardaş. Yəni, nə ölü xanası qalıb maşının, nə diri xanası. Yoxdur, yəni, maşın 82-dir, mən 79. 3 yaş fərqimiz var, ərk eləyə bilmirəm maşına. Pişimlə otururam ki, harada diyanar məsələsi. Çox maraqlı, yəni, həqiqətən olmuş bir şeydir bu. Evdən çıxandı, mamamın gözləri dolurdu ki, görəsən, qaydacaq mı bu bugün? Vallahi. Çıxırdı barqandan, belə yola salırdı mənim gitsən. Şit var maşının üstündə belə. Yəni onu köhnədən taksi şoferləri çox gözəl bilirlər. Orada dəsmal qoyurdular, yadınızdadır mı? Dəsmal. Yəni tərliyib eləyəndə kondisioner zad olmadığına görə boynunun safını zadını silir, təzədən qoyurdu ora. Həm də
Şit partlamasın deyə yəni. Məndə vallahi billahi hamam qətifəsi idi. Ona görə yox ki, partlamasın, uje partlayıb. Görməmişəm, nətər o həyacan gəlibsə mənə ki, ilk maşınımdır, hamam qətifəsi. Bax belə, uşaqlar özdə onun maşın olduğuna görə mənə pay aldılar, verdilər ki, ala o ayıbını ört. Bir də kuru qazada girəndə dəsmal ki, uzundur, fırlanıb düşürdü. Belə fırlayan kimi düşür. Onu da bir qazel şoför vardı məhəlləmizdə. O öyrətdi ki, atferka ilə onu sandırsan düz güzgünün dibinə. Bir dənə də atferka özüm əlavə elədim. Yəni, şükür Allah'a ki, orayla yekunlaşdıq. Magnetofon mənə 2 şans verir. Bundan aldığım şeydir. Ya mənə polmu səslə qulaq asırsan, ya da əlini mənə vurma. Vurursan, buf, açılır. 4 kolonkadır, 3'ü yırtıqdır. Dız, 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 dız. Bir dəfə Azneftin kuruğunda alma maşını ilə yanmayan durduq. Göy nolon birdi, qapısının biri ağdı. Yəni, o maşın üst dolu alma, iç dolu alma. Onun mənə pəncərədən dediyi söz bilirsiniz nə oldu? Ayıp da qardaş, bu nədir sürürsən? Məclislərin birindən gəlirəm, qəşəng vəziyyətdə əladır. Maşın da o vaxtı çox deyildi Bakıda. Gəldik, dayandıq svetoforda, böyründə bir qırmızı 07 dayandı. İçi doluda xanımlar, qardaşlar. Aa, Fərda, sürək, sürək, sürək. Dedim, nə sürək? Sürək nədir? Mənim dedim, sənə hörmətim ola bilər ki, mən düşüb sizdən qaça bilərəm. Nə? Ancaq elə xətrinizə dəymi, nə sürüm? Mən danışıram, siz görürsünüz. Niyə mənim keçmişimə görürsünüz ki? Allah Teala qapınızı açsın, azadlığınıza qovuşasınız inşallah. Fərda bəy, mağa bax. Hay can. Ay xanımlar, yadınızda var tək səbir. Bir zamanlar tək səbir var idi. Bəli. Neyse, mən onu çox sevirdim. Dedim, gedəcəm o tək səbirə, öz sevgimi bildirəcəm Fərda bəyə. Allah razı olsun. Sözün düzünü... Niyə gəlmədin? Gəldi mi Fərda bəy? Mən xatırlamadım. Mənə tək səbir düşmür. Dedim, yox. Mən buna sevgimi elan eləsəm, vallah bu da Yusif bəy kimi, Nadir Qafarzadə kimi məni atqaz gidəcək. Deyəsən, mənə qalan siz olacaqsınız. Bilirsiniz? İndən belə yox da. O söhbətdən. İndi bilirsiniz, mən sizə nə elan başqa nəsə edirəm? qulluq eləyim, amma qulluq. Bilirsiniz, sizə nə elan edirəm? Bax, bizim burada 350 xanımlarımız var. Bəli. Biz indi xanımların adından sizi 2013-ün misteri elan edirik. Nadir Qafarzadə qadın həbsxanasına niyə dik çöktü? Fərda Xudaverdiyev və Telli Borçalıya kim eşq ilan elədi? Yusif Mustafayev niyə ağladı? Göz yaşları içində gülüş, ağlayanlar və ağladanlar, öz havasını oxuyanlar və oynayanlar və Bayram Tonqalının isitmədiyi soyuqluq. Novruz bayramında həbsxanaların qapıları üzünüzə açıq olacaq. Rezonans proqramında. Məhkumlardan ibarət yaradıcı qrup, şəxsən Azərbaycan Respublikası Ədliyyə Naziri Cənab Fikrət Məmmədova, Nazir Müavini Penitensiar Xidməti Rəisi General Mədəd Quliyevə və Azərbaycan Respublikası Milli Məclisi Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Millət Vəkili Əli Hüseynliyə dərin təşəkkür edir.